Qədir surəsində diqqətlə oxuyanda insanın diqqətini bir kəlmə cəlb eləyir. Yəni, diqqəti cəlb eləyən kəlmələrdən biri də budur ki, ayədə buyurur, Qədir gecəsi 1000 aydan üstündür. Biz öz-özlüyümüzdə sual vermişik ki, Allah niyə görə sırf 1000 ay deyir, nə 999 ay deyir, nə 1001 ay deyir. Yalnız və yalnız 1000 ay deyir. Nə artıq, nə əski, niyə 1000 ay deyir? Biz bunu özümüzə sual vermişik. Bəlkə elə biraz çoxdur idi, daha çox fəzilət əldə eləyirdik. Deyir ki, məsələn, 1100 ay, 1100 aydan Qədir gecəsi daha xeyirlidir. O bizim üçün daha çox fəzilət gələrdi, daha çox savab yazılardı, elə deyilmi? Niyə görə 1000 ay deyir məhz? Rəvayətdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz səhabələri ilə əyləşmişdi və səhabələrinə Bəni İsraildən olan bir kişinin hekayəsini danışırdı. Həzrət buyurdu ki, o kişi 1000 ay Allah yolunda ibadət və cihad eləyib. Bunu deyəndə səhabələr çox təəssüf hissi keçirdilər, kədərləndilər öz-özlüklərində ki, ya Rəsulallah, bizim ömrümüz axı qısadır, biz bu qədər ibadətə necə çata bilərik? Ona Allah o ömrü vermişdi, o çatdı 1000 aylıq ibadətin savabına. Allah Teala bu zaman deyir, Qədir surəsini nazil elədi. Və buyurdu ki, Leylətul Qədri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Mənası birisidir. Yəni, həmin o Bəni İsraildən olan kişi ki, bir ömür, 1000 ay, yəni keçən dəfə dedik, yəni həddi buluğa çatan insan üçün 1000 ay ibadətlə keçirmək təxminən bir əsrə bərabər, təxminən 100 ilə bərabərdir. Bir əsr insan yaşaya, günahsız keçirdə, nəinki günahsız, Allaha ibadətlə və cihadla keçirsə, Allah ona hansı savabı verərsə, bu gecədəki olunan əməl, bir gecədə olunan əməl ona bərabər yox, ondan üstündür. Görün, Allahın İslam ümmətinə olan mərhəməti, qayğısı nə qədər böyüdür. Sanki Allah buyurur ki, ey Peyğəmbər ümməti, mən sizə elə bir gecə verdim ki, o gecənin ibadəti 1000 aylıq ibadətdən də üstündür.